Sürət xüsusilə hansı hərəkət qabiliyyətdən əlaqəlidir müəllim? Sürət, güc. Xüsusilə deyirəm. Sürət. Əlaqəli olduğu hərəkət qabiliyyət demirəm, xüsusilə deyirəm. Maksimal sürət. Yox, çevikliklə. Çevikliklə əlaqəlidir, bəli. Yox, başa düşürəm mən bu dili. Reaksiyanın neçə forması var? Reaksiyanın 2. Mürəkkəb, bir də prostoy sложный mürəkkəb. Onu bilirəm. Onu bilirəm. Prostoy dediyincə bilirəm ki, sadədir. Reaksiyanın neçə növ var? 3. Hansılardır? Elə Prostoy. Belə gəlsən, üstünü öyrənəcəksən, yavaş-yavaş. Müəllim, sürət reaksiyanın neçə forması vardı? 3. Yox, 2 idi. 2. Hansılar? Сложный, простой. Вы учитель в русском секторе? Да. Пожалуйста. Hay? А почему здесь занимаетесь? Тогда в русской школе занимаетесь или с русским учителем? Müəllim yaxşı başa salır. Ona Он görə. хорошо объясняет, он отличный учитель. Да, Но вам да, же трудно будет все это. Qaldı ortada. Səndən gedirəm, verməm söhbət. Aynı deyir ki, biz necə daha rus dilində öyrənmisiniz, yəni deyir. Bu Вам здесь очень трудно будет. Я перевожу. Это ваше дело, но Ged rus и вам dilini сложно будет, и это учителю сложно будет, да? yeganə müəllim. Allah haqqı, nadir. Topu divara vurup tutanda ne olur? Tek hərəkətin icra tezliyi. Bəli. Nişanlanmış yolda hər bir nişana toxunmaqla qaçış nə idi? Частота движения. Hərəkət ikincisi. İkincidən tutduğum şey. Bəli, ikincisindən. Silsiləli hərəkətlər qrupuna aid olan hərəkətlər hansılardır? Silsilə velosiped sürmək. Plavaniya. Bir də Bir də qaçış. Qaçış. Mən bizim dildə deyim, sən təsdiqlə. Ayrı cür mümkün deyil. Müxtəlif çıxış sən gözlə qurbanım. Müxtəlif çıxış vəziyyətində startlar sadədir, mürəkkəb ağsaqqal. Так, все karışmayacak. Müxtəlif çıxış vəziyyətində startlar nədir ağsaqqal?